Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün atmosferin izahını verəcəyik. Demək, atmosfer nədir? Deyirik ki, atmos hava, sfera təbəqə deməkdir. Yəni, yerin hava təbəqəsi. Ümumiyyətlə, atmosferi biz nə öyrənirik? Günəşin çıxma bucağını, məsələn, radiasiyanı öyrənirik. Daha sonra, məsələn, atmosferin tərkibi hansı qazlardan ibarətdir? Bunu öyrənirik. Ozon təbəqəsinin mahiyyətini öyrənəcəyik. Həmçində qeyd edirik ki, ümumiyyətlə, bunların atmosferdə əhəmiyyəti və yaxud da atmosferə olan mənfi xüsusiyyətlərindən danışacağıq. Ümumiyyətlə, atmosferdə deyirik ki, bildiyin kimi, müxtəlif növ qazların tərkibindən yaranır. Hansı qazlardır? Məsələn, azot, sonra, məsələn, karbon, oksigen. Bax, bu qazların və digər qazların nəticəsində ümumi atmosfer təbəqəsi formalaşır. Atmosferin əhəmiyyəti nədir? Ultrabənövşəyi şüalardan qoruyur, yer səthini həddən artıq qızmadan, həddən artıq soğumadan qoruyur. Ümumiyyətlə deyirik ki, yer səthində olan hava, iki cür hava bilirsən də. Bir, belə deyim, soyuq hava var. Bir də isti hava var. Bunlar da birləşir, bunlar qonşudur, belə deyək. Bunlar yaradır cəbhələr. Cəbhə nədir? Soyuq atmosfer cəbhəsi var, isti atmosfer cəbhəsi var. Mahiyyəti nədir? Məsələn, soyuq atmosfer cəbhəsi odur ki, deyirik ki, məsələn, isti və soyuq toqquşur. Toqquşdu, bax, toqquşdu. Soyuq. Bu zaman soyuq daha çox üstünü təşkil edəcəksə, olacaq nə? Soyuq. Məsələn, soyuq daha çoxsa olur nə? Soyuq atmosfer cəbhəsi. İsti ilə soyuq toqquşanda, isti daha çoxsa olur nə? İsti atmosfer cəbhəsi. Məsələn, bunu necə yadımızda saxlaya bilərik? Tutaq ki, indi yaz fəsli, düzdürmü? Yay gəlir. Məsələn, hava isti olan nə edirik? Pəncərəni açırıq, düzdürmü ki, içəri qəşəng sərin hava gəlsin. Amma sərin hava gəlmir, nə gəlir? Əksinə isti hava gəlir. Çünki niyə? Hava istidir və ev də istidir. İsti hava çoxdur deyə isti atmosfer cəbhəsi. Və yaxud da qış aylarında, tutaq ki, dostlarımızın bir məclisdə oturub, evdə oturmuşuq, pəncərəni açmaq istəyir ki, ev biraz isti olub da, düzdürmü? Deyir ki, hava dəyişsin. Açında görürsən, ev tezdir soyur, otaq soyur. Ən çox soyuqdur. Çünki niyə? Çöl daha çoxdur və soyuqluq çöldə çoxdur. Ayrıca bunlar bizdə yaradır nə? Atmosfer cəbhələrini. Ümumiyyətlə, temperaturun paylanması yer səthində müxtəlifdir. Yəni, bir var deyirik ki, birbaşa gəlir. Bir də var deyirik necə gəlir? Səpələnmiş halda. Yəni, radiasiyadır. Günəşdən gələn radiasiya bilim, şüa deyirik. Yəni, radiasiya və yaxud da deyirik şüa. Demək, bir var düz radiasiya, yəni bir də var səpələnən radiyasiyaya bölünür. Nə deməkdir? Məsələn, bir var ki, günəşdən gələn şüa düz bucaq şəklində. Düz bucaq neçə dərəcədir? 90. Yəni, 90 dərəcə bucaq altına gəlirsə, olur nə? Düz radiasiya. Amma əgər, məsələn, ərazidə buludluluq çoxsa, bunun da səbəb buludluluqdur. Buludluluq çoxsa nə olur? Səpələnən radiyasiya. Yəni, çox az isti olur, belə deyək. Və qeyd edirik nə? Ümumiyyətlə, bizdə günəşdən gələn şüalar iki cür yer səthində qəbul olunur. Bir var, yer səthinin onun cisimlər tərəfindən udulan radiasiya. Bir də var, əks olunan. Əks olunan. Nə deməkdir? Udulan odur ki, birbaşa, yəni udur. Bax, məsələn, tutaq ki, su səthi. İsti var, düzmü? Yaydır. Nə baş verir? Su isinir. Səbəbi nədir? Çünki yer səthinə gələn şüa hamısı su tərəfindən uduldu. Görürsən, məsələn, adi soyuq bir suyu qoy yayda həyətə, gün çıxıb, düzdürmü? Və nə baş verir? Deyirik ki, həmin o şüa, istilik belə deyək, artıq neyniyir? Su isidir. Amma məsələn, əks olunma isə əslən buz səthdədir, buz. Məsələn, qar, buz. Qar yağanda fikir verirsiniz. Məsələn, qar yağanda görürük ki, belə deyək, qar əriməyə başlayır. Düzdürmü? Yağdı bugün, ta ki, sonra başlayır əriməyə. Əlini gedib qara vursan, görürsən, qar isinmir heç vaxt. Soyuq olmuşa. Səbəb nə? Çünki əks olunma qabiliyyəti yüksəkdir. Buna albedo deyirlər. Albedo. Əks olunma. Məsələn, qardır, qar, buz əksələtdir. Udulan da məsələn, çox nədir? Sudur, nəm torpaqdır, məsələn, meşədir. Bax, bunlar udulandır. Ümumiyyətlə, bunlarla bağlı riyazi məsələ necə olur? Tutaq ki, məsələn, deyir ki, ümumiyyətlə, yada salıq, ümumi radiasiya özlüyündə iki yerə ayrılır. Bir var, dedik ki, udulan, bir dedik nə? Əks olunan. Asandır bunun misalları.
Ümumi həmişə 100%. Məsələn, sənə də testi göstərdim. Testdə məsələn verdirir ki, tutaq ki və radiasiya kal bölünsün kvadrat santimetrindən göstər. Məsələn, tutaq ki, deyir ki, udulan radiasiya 62%. Yəni nə qədər? Tutaq ki, 89 kal olarsa, deyir ümumi radiasiyanı və əks olunan tap. İndi misalını götür. Məsələn, bu da necə tapırıq? Ümumi 100 isə 100-ün 62-si udulandır. Neçəsi onda əks olunan olur? 38%. Demək nə yazırsan? 62%-ə yazıram 89 kal. Düzdürmü? Sonra nə edirəm? Demək 38% yazıram x. Bunu hesabla alacağım nəyə? Əks olunanı. Sonra udulanla əks olunanı toplayıb ümumi radiasiyanı tapa bilərəm. Və yaxud da ki, elə 62-89 kal qoymuram. 100%-dir mi? 100% x olur. Alıram nəyi? Ümumini. İndi gəl buna aid buradan bir məsələ tipini göstərim. Daha aydın yadda qalsın. Məsələn, sual 22. Deyir ki, ümumi günəş radiasiyasının 40%, yəni 36 kkalı kvadrat santimetr il ərzində yer səthi tərəfindən udulmuşdur. Müvafiq olaraq ümumi və əks olunan radiasiyanı tap. Necə dedik? Birini mən yazsam, birini sən. Demək necə elədik? Bax. Birinci dedik ki, nə qədərdir? 40%. Yəni 40%. Nə qədərdir? 40%-i 60-ı qalırdı. 40% neçə kaldı? 36. 40-a yazıram nə qədər? 36 kal. Düzdürmü? Neçəsi qaldı? 100-dən də 40 çıxdı. Niyə? Əks olunanı tapın. 60%-dir x. Bunu da hesablayanda x nəyə bərabər olur? 36 vur 60 böl 40. Burada da ixtisar aparsam, məsələn, 60 ilə bu 20-yə gedər. Burada 2 qalar, 3 qalar. 36, 18. 18-ə çevirəndə deyir 54. Demək, 54 nədir? 54 məndə əks olunandır. Udulan neçə idi? 36. 36 plus 54 edir nə qədər? 90 kal. Demək, 90 kal ümumiymiş. 54 nəymiş? 54 isə bizdə nə idi? Əks olunanı. Və yaxud da misal kimi qurmaqsız belə yaza bilərdik. Məsələn, 40%-ə bu cür də ola bilər. 36 kaldı. 100%-imiz x-dir. Yəni bu şəkildə eləsəydik, birbaşa 36 vur 100 böl 40. Düzdürmü? Bunlar məsələn gedir nəyə? 20-yə 2 qalır. Burada qalırdı 5. 36, 2, 18. 18 də 5-ə vuranda elinə qədər 90. Belə ümumini tapıb 90. Sonra nə edir? 90-dan da burada məsələn neçə udulan idi? Udulanı çıxardıq. 90 çıx 36 qalardı nə qədər? 54. İki yolunu da yazmaq olar. Ya əks olunanla, ya bu şəkildə, ya ümumi ilə. Yəni problem deyil. Əla. Birinci yol rahatdırsa əla. Məsələn, burada. İndi ikincini sən yazırsan. Aha, yaz. 23. Sual oxu bilmir. Ümumi günəş radiasiyasının 80 kcal santimetr kvadratı il ərzində, yəni 40%-i yer səthindən əks olmuşdur. Müvafiq olaraq ümumi və udulan radiasiyanın miqdarını hesablayın. Deməli, burada bizdə 40%-də onda 60-ı qalır. Ay, sol. Deməli, 40%-imiz 80 qaldı. Əla. 100%-də x. Bəli. Ümumini tapa bilərik. X bərabərdir. 80-i 100-ə vurub 40-a bölürük. Bəli. Burada 80-42 qaldı. Bu 200 elədi. Bu bizim əks olunanımızdır. Əks olunan deyil. 100% isə ümumidir. 100% isə ümumi olur. Bax, 100 qoydun ümumi olur. Qarışdırma. Sonra 200-dən çıxıram da mən. Ay, son nə qədər idi burada əks olunan? Əks olunan 80. Ay, sol. 200 ümumidir. 80 də əks olunan neçə olur? 120. Bəli. İki yolunu da yaza bilərik. Ya, məsəl üçün, testdə veriləni yazıb, məsələn, 40, demək, nə verib, məsələn, tutaq ki, bizdə. 80 kcal nə qədər? 40%. 40%-i 80 kcal qoyub, 60-a x qoysaq, tapardıq nəyi? Udulanı. Və yaxud da birbaşa sənin yazdığın kimi də 40-a 80 qoyub, 100-ə x qoyub, birbaşa tapa bilərik nəyi? Ümmini. Bu yolla deyim, o biri. O birisi nədir? Yadında yaxşı qalsın. Məsələn, yenə 40-a 80 kcal. 100-dən də 80 çıxırdıq. Faiz çıxır. 100-dən də 40-a çıxanda 60 qalır. 60-a da x. Bəli. Onda x bərabərdir. 80-i vururuq
60'a bölürük 40'a. Burada da 40'dan 80 ixtisar gelir. 2'ni 60'a vuranda 120. Bəli. Baxın buradakı cavabı alınır. Yəni 2 oluyor ama mesela burada 120 udulan idi. Onu 80'a vermişiz 80. 80 de 120'nin cəmi 7 200. Bəli. Yəni bu şəkildə nə etmək olar? Yazmaq olar. Bəli. Çətin deyil. Xeyr, Bu çox oldu asandır. bir mövzumuzun izahı, riyaziyyatdan. İndi gəldik demək nəyə? Bizdə sutkalıq amplitud var. Sutkalıq amplitud tapanda nə edirik? Demək, sutka ərzində temperaturların cəmidir. Yəni, dedik ki, sutka neçə saatdır? 24 saat, düzdürmü? 24 saat. Demək, müəyyən bir müşahidə məntəqəsi qeyd olunur və bu müşahidə məntəqəsinə əsasən ya 3 saatdan bir 8 dəfə, yəni 3 saatda, yəni 8 dəfə orada, 3 dəfə 8-dir. Yaxud da 4 saatda 6 dəfə ölçülür temperaturu. Və bizdə bir var sutkalıq, bir var orta sutkalıq. Necə hesablayırıq ümumiyyətlə? Sutkalıq odur ki, sutka ərzində yadda saxlayır. Ən yüksək temperatur günortadan 2-3 saat sonra. Yəni günorta saat 2-3 arası. 2-də götürürlər, 3-də götürürlər. Bu ən istidir. Yəni ən isti vaxt sutka ərzində. Hətta yayda deyirlər, valideynlər ki, bəs bala günə çıxma, başqa gün olar, hə? Gün düşər. Soyuq isə, yəni ən sutkanın ən alçaq vaxtı isə səhər günəş çıxmazdan əvvəldir. Məsələn, səhər məktəbə gedəndə işığını görürsəm, səhər durun, üşüyür. Duranda da daha soyuq. Üşüyür. Çünki niyə sutkan ən soyuq vaxt. Bizdə dedik bir sutkalıq var, bir də var dedik nə? Orta sutkalıq. Demək, sutkalığı tapanda nə edirik? Tutaq ki, mən temperatura yazacağım. Burası onun misalını göstərim. Məsələn, tutaq ki, 8 dərəcə, 12 dərəcə, məsələn, 0 dərəcə, mənfi 15 dərəcə, 38 dərəcə, düzdüm 3, 6 dənə yazacağım. Məsələn, tutaq ki, bir də olsun nə qədər? Məsələn, 9 dərəcə, düzdürmü? Demək, temperaturlarımız budur. Və bizdən nə soruşa bilər? Deyər ki, sutkalığı tap. Əgər sutkalığı tapırıqsa, yadda saxlayırıq. Sutkalıq temperaturu tapanda, sutka ərzində ən yüksək temperaturdan ən alçağa çıxırıq. Bax, unutmayın qaydanı. Sutkalıq temperatur amplitudunu tapanda, sutka ərzində ən yüksək temperaturdan ən alçağa çıxırıq. Bəli, 38 burada nədir? Ən yüksəkdir fikir verirsə. Ən alçağa nə qədərdir? -15. Çıxırıq -15. 2 dənə mənati müsbət edir. 38, 15. 38 plus 15. Neçə edir bizdə? 53. Yox, 53. Bu mənfi deyil, bu xəttin sutkalı edəcəm. 38 burada müsbətdir, bax, ən pik idi. Demək, 38 üstə gəlirəm nə qədər? 15. Edir nə qədər? 53. Desəydi orta sutkalı tap. Bax, diqqətli olur, orta sutkalıq. Orta sutkalıq ədədi orta deməkdir. Yəni, temperaturları toplayırıq, ədədi ortasını, yəni sayına bölürük. Demək, hansıdır temperatur? 8, üstə gəl 12, üstə gəl 0, üstə gəl -15, üstə gəl 38, üstə gəl 9. Neçə dənə temperatur vardı? 6 dənə. Bölürəm 6-ya, bərabərdir. Burada -15-də 38-dən 15 çıxan neçə qalır? -15-də. Çıxıram ona görə. 38, 15, 23. 23 budur, düzdürmü? Üstə 9 gələndə 32, üstə 0 gələndə 32, üstə 12 gələndə 44, üstə 8 gələndə 52. Ayso. Demək 52, 52-ni də bölürəm 6-ya, yəni tam bölmədi. 8 dəfə 6, 48. Harca düşür təxminən 8, 10-da 6. Demək, orta sutkalıq nə qədər imiş? 8.6 imiş. Çətindir, bax, bu da sutkalığın tapılması. İndi buna aid də misal göstərəcəm ki, daha yaxşı yadımızda qalsın. Məsələn, tutaq ki, burada nə deyir? Demək, deyir ki, A məntəqəsində temperaturun sutkalıq gedişi nə qədərdir? Demək, sutkalıq gedişi -2, oxu. A məntəqəsində temperaturun sutkalıq gedişi -2 dərəcə, -5 dərəcə, -6, 4, 8, 12, 10 və 7 dərəcə olarsa orta sutkalığı tapın. Dedik, ortanı tapanda ədədi orta eləyir. Ay, sol. Neyəcəyik? Bunların hamısını toplayıb sayılarına bölürük. Bir deyə yazaq. Neçə? -2. -2. Üstə gəl mötərəzədə -5. -5. Üstə gəl yenə mötərəzədə -6. Üstə gələk -6. Bir dəqiqə. Üstə gələk -6. Üstə gəlir -6. Üstə gəl 4. Üstə gələk 4. Üstə gəl 8. Üstə gəl 8. Üstə gəl 12. Üstə gəl 10 və 7. Bəli. Neçə say? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 olmaz 8 olar. Tənbəl qız 8 olar. Bəli. Məsələn, -6
Sonra məsələn neçə var? Daha mənfi 5, mənfi 2, mənfi 7, burada da müsbət 7 islah olundular. Mənfi 6-dır, buradan 8-dən çıxaram 6, 2. 4 üstə gəl 2, elədi 6. 6 üstə 12, 18 üstə 10. Bəli, 28. Böl nəyə? 8-ə. 28-ə 8-ə böləndə neçə dəfə edir? 3 dəfə 8, 24. Düzdürmü? 40-ı da 8-ə böləndə 5. 3.5. Demək, orta üstü qalx nə qədər imiş? 3.5. Bəli, 3.5 dərəcəymiş. Çətindir? Xeyr. Və bu şəkildə həll edirik. Bu da oldu nə? Orta üstü qalıq və üstü qalığın tapılması. Demək, indi gəldik nə? Küləklərə. Ümumiyyətlə, külək nədir? Təzyiq fərqindən yaranır. Demək, deyirik ki, ümumiyyətlə, təzyiq, yəni külək nədir? Yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru havanın üfüqi istiqamətinə külək deyilir. Külək Beaufort adına şkanla ölçülür. Küləyin istiqamətini isə Flügger adına cihazla müəyyən edilir. Ümumiyyətlə, küləklər, belə deyək də, məsələn, belə bir misal çəkim, yadınızda qalsın. Tutaq ki, hündür mərtəbəli binadır, düzdürmü? Külək başlayıb. Küləyin sürətini ən çox aşağıdan hiss edilir, yoxsa yuxarıdan hiss olunur? Məsələn, 16 mərtəbəli bir binadır, məsələn, yuxarıda. Səbəb nə? Çünki aşağıda təzyiq həmişə yüksək olur. Yuxarıda deyək, təzyiq azalırdı. Ona görə külək də yüksəkdən alçağa doğru olduğuna görə ən çox deyək, hardadır? Aşağıda. Yuxarı doğru olduğuna görə yuxarıda daha çox hiss olunur. Adi məsələn, hündür mərtəbəli bir binadır. Fikir verirsiniz, məsələn, uşaqlar həyətdə oynayırsa, onun səsi yuxarıda daha çox eşidir, nəinki aşağı mərtəbədə. Çünki təzyiqdir, səsində yuxarı daha çox belə qalxır. Ümumiyyətlə, gəlirik nə? Yer səthində təzyiq qurşaqlarına. Ümumiyyətlə, təzyiq qurşaqları hansılardır? Bir var alçaq təzyiq, biri var yüksək təzyiq. Alçaq təzyiq olan yerdə qalxan hava olur, yüksək təzyiq olan yerdə isə enən hava olur. Bunun xüsusiyyətlərini yaxşı öyrənmək, çünki qəbulda bununla bağlı suallar var. Deməli, bu biz indi gəl xəttlərimizi çəkək. Məsələn, bura ekvatordur, düzdür? Məsələn, bura 30, tropiki götürək. Məsələn, bura 30. Düzdürmü? Sonra, demək, məsələn, 60, məsələn, 90. Yenə məsələn 60, 90. Düzdürmü? Demək, indi gəldik nəyə? Ümumiyyətlə, küləklər özəl deyirik ki, indi deyəcəyik, 3 yerə bölünür. Daimi küləklər var, mövsümi küləklər var, bir də ki, üstüqalx küləklər var. Demək, bizdə 3 alçaq təzyiq sahəsi var. 3 dənəsi alçaqdır, 4 dənəsi isə yüksək təzyiq sahəsidir. Demək, alçaq təzyiq hardadır? Ekvatordadır. Alçaq təzyiq qalxan hava. Bir də mülayimdədir. Alçaq təzyiq qalxan hava. Alçaq təzyiq qalxan hava. Tropik və qütblərdə isə yüksək təzyiq enən hava olur. Yüksək təzyiq enən hava. Baxın, yüksək təzyiq enən hava. Bu onların baş hərfidir. Demək, indi gəldik nəyə? Nə yadda saxlayırıq? Demək, ekvator və mülayimdə oldu nə? Alçaq təzyiq qalxan hava. Və dedik ki, tropik və qütblərdə oldu nə? Yüksək təzyiq enən hava. Alçaq təzyiq qalxan havanın xüsusiyyətləri var. Yadda saxlayırıq, qəbulda hələ sual üçün bundan bağlı. Əgər alçaq təzyiq qalxan hava varsa ərazidə, demək, ərazi rütubətli olur. Belə deyək, ərazidə səpələnən radiasiyanın üstünü təşkil edir, bulutluluq çoxdur, sonra çay şəbəkəsi sıx olur və qalxan hava yağıntı verən havadır, yadda saxlayın. Yəni, alçaq təzyiq qalxan hava deyəndə, ekvator mülayimdir, yağıntıdır, bol rütubətdir, səpələnən radiasiyadır, buludların çox olmasıdır. Daha sonra, məsələn, deyək ki, çay şəbəkəsi sıx olmasıdır, çünki rütubət bol deyə çay da çoxdur. Yüksək təzyiq enən hava isə tropik və qütblərə əhatə edir. Ona görə deyirik ki, demək, yüksək təzyiq enən hava olayında quraqlıq olur. Yəni, düz radiasiya miqdarı üstünü təşkil edir, buludluq azdır. Daha sonra deyirik ki, məsələn, günəş şüası daha çox düşür, ərazi quraq olur, ərazi quraq olur. Sonra, məsələn, deyirik ki, ərazi çay şəbəkəsi sıxlığı azdır. Diqqətli olun, bax, hər imtahanda, indi göstərəm nümunədə, hər iki qəbulu düşür, bax, bundan bağlı. Bunu öyrən. Alçaq təzyiq qalxan hava, yüksək təzyiq enən hava. İndi gəldik nəyə? Küləklərə. Ümumiyyətlə dedik ki, küləklər daimi, mövsüm və üstüqalx küləklərə bölünür. Daimi küləklər hansılardır? Bunlar bizdə adlanır 3 dənədir. Passatlardır, qərb küləklərdir, bir də qütb küləkdir. Qütb küləkləri bəzən şimal-şərq və cənub-şərq küləkdirlər. Demək, passatlar həmişə və bayaq dedik ki, külək hardan harasıdır? Yüksək təzyiqdən alçaq təzyiqə doğru. Demək, passatlar tropiklərdən ekvatora doğru il boyu əsən daimi küləklərdir.
Bax, il boyu istiqamətin dəyişmədən tropikdən ekvatora doğru əsir nə? Passatdır. Sonra gəldik qərb-şərq. Qərb-şərqlər isə yenə yüksək tərəzdən altı tərəzdir. Bax, tropiklərdən mülayimə doğru olur nə? Bunlar da qərb küləkləri, qərb. Yenə bax, tropiklərdən mülayimə doğru olur nə? Qərb küləyi. Bir də yenə qütblərdən isə mülayimə doğru əsir nə? Qütb küləkləri. Və yaxud da buna deyirik nə? Şimal-şərq, cənubda onu deyirik nə? Cənub-şərq, bəli. Demək, şimalda oldu nə? Qütb, yəni və şimal-şərq. Cənubda onda yenə qütbdən mülayimə doğru əsir. Olur yenə nə? Qütb küləyi. Və deyirik ki, cənub-şərq küləyi. Bunu yaxşı-yaxşı öyrənsək, işimiz asandır. Bunları qeyd edeyim ki, yadımızdan çıxmasın. Bu da oldu bizə nə? Daimi küləklər. Yəni, daimi küləklərin, belə deyim, mənası odur ki, bunlar daim il boyu ərzində əsirlər və deyirik ki, demək, il boyu istiqamətini dəyişmədən eyni istiqamətdə əsir olur nə? Demək, daimi külək. Dedik, alçaq təzyiq oldu ekvator və mülayimdə, yüksək təzyiq enən hava oldu harda? Tropik və qütblərdə. Sonra demək, gəldik nəyə? Bizdə var, demək, mövsümi küləklər. Mövsümi küləklər bizdə mussonlardır. Mussonların yaranma səbəbi testlərdə var. Okeanla quru arasında təzyiq fərqidir. Bax, mövsümiyə aid olur nə? Musson. Mövsümü mussondur. Böyle böyük hərflə yazıram, yadda qalsın. Demək, bu da nədən yaranır? Materiklə okean arasında demək, təzyiq fərqindən yaranır. Düşünək ki, məsələn, bu okeandır. Bu isə qurudur, düzdürmü? Quru və yaxud da okean və materik, yəni fərqi belə düşünə bilərik. Demək, yay mussonu və qış mussonu var. Əgər məsələn üçün yay mussonu deyiriksə, yay mussonu, yay. Əgər yay mussonudursa, demək, yayda necə olur? Okeandan quruya doğru əsir sıxım. Baxın, yay mussonudursa, okeanın altı ərzində, okeandan quruya doğru əsir. Əgər biz məsələn, yenə yazıram burada, məsələn, okean, quru. Əgər deyirəmsə qış mussonu, Qurudan okeana. Qurudan okeana doğru əsir. Və yadda saxlayır. Və mussonun yaranma səbəbi nə oldu? Materik və okean arasındakı təzyiq fərqindən yarandı. Yay mussonudursa yayda okeandan quruya, qış mussonudursa qurudan okeana doğru. Bir də bizdə sutqalıq küləklər var. Sutqalıq küləklər adlanır nələr? Brizlər. Bunlara deyirik nələr? Sutqalıq küləklər. Bəli, sutqalıq. Sutqalıq. Yəni, sutka 24 saatdır, sutka ərzində istiqamətini dəyişir. Demək, bunlar hansılardır deyirik? Dedik, brizlərdir. Burada da yenə nə üçün yaranır? Quru və su arasında. Belə deyək, təzyiq var. Sadəcə, məsələn, bu mövsümdə okeandan qurudur. Burada quru və sudur. Yəni, ola bilər dəniz olar, quru olar və yaxud da ola bilər çay ola bilər, quru olar. Yəni, fərqi yox. Burada da dedik ki, ay sol. Əgər, belə deyim, gündüz brizidirsə, dedik, gündüz olur, ay sol. Gündüz brizidirsə, bəli, sudan quruya doğru əsir. Bax, gündüzlər sudan quruya. Məsələn, yay mussonunda necə idi? Okeandan quruya doğru alır. Gecə brizi olanda isə, gecə brizi deyəndə, ay sol, quru, bir də su, düzdürmü? Demək, dedik ki, gecə brizi olanda nə olur? Qurudan suya doğru əsir. Bax, sxem. Bax, bu sxemi yadda saxlasaq, bu daimi küləkləri bilə bilərik. Ümumiyyətlə, başqa küləklər də, məsələn, fön küləkləri var, dağdara küləklərdir. Sonra, məsələn, deyirik ki, məsələn, ağ yel var, qara yel var ölkəmizdə. Məsələn üçün, Azərbaycan ərazisində şimalda xəzri var, qış aylarında əsir, bol yağıntı gətirir. Sonra cənub-şərq küləyi var. Deyirik ki, bunlar əsasən hansı küləklərdir? Gilav vardır, yayda əsir, isti və rütubətli hava gətirir. Bir də tropik küləklər nəticəsində yaranan təzyiq sahələri var. Bunlar nədir dedik? Bunlar isə adlanır bizdə, demək, siklon, antisiklon. Bunları da çox diqqətlə dinləyirik. Siklonlar təzyiq sahəsidir. Ümumiyyətlə, ən yüksək olan siklonlar təzyiq sahəsidir. Tayfunlar və tornadolar adlanır. Tayfunlar, demək, Cənub-Şərqi Asiya, Tayland, Hindistan, Çin ərazisində olan dağıdıcı küləklərdir. Yəni, bunlar əslində fırtına, bildiyin qasırğa. Bunlar əslində dağıntı verir. Ətraf ərazilər dağılır, xeyli ziyan dəyir. Tornadolar isə Şimali Amerikada Florida yarımadasında elə bir ki, düşünün ki, bir burulğandır və bu da baş verən nə olur deyirik? Ərazi dağılır, dağılır. Məsələn, obyektlər varsa məhv olur, insanlar həyatını itirir və s. Bizdə var bir siklon, bir də var deyirik nə? Antisiklon.
Demək, belə də yadda saxlaya bilərik. Siklon fəlakətdir. Fəlakət. Antisiklon isə şəlakət. Şəlakət. Demək, indi gəldik nəyə? Bax, siklonda mərkəzdə alçaq təzyiq olur. Qalxan hava. Antisiklonda isə mərkəzdə yüksək təzyiq enən hava olur. Məsələn, siklonun mərkəzi alçaq təzyiq, kənarları yüksək təzyiq enən hava olur. Yəni, yüksək təzyiq enən hava olur. Yüksək təzyiq enən hava olur. Amma mərkəzdə əsas alçaqdır. Ay, ne deyəcəm onun niyəm əsas mərkəzdə olması var, məsələn. Yüksək təzyiq enən hava. Yüksək təzyiq enən hava. Yüksək təzyiq enən hava. Demək, oxlar mərkəzə doğrudur. Bax. Əgər siklonsa, onun üçün mərkəzdə fəlakət olur. Bax, fikir verin. Bax. Yəni, mərkəzə doğrudur. Bütün istiqamət yayılır hara? Mərkəzə doğru. Baxın, kənarlar ona yüksək təzyiq, mərkəzin alçaq təzyiq. Yəni, kənardan mərkəzə doğru gəlsə bu olur nə dedik? Demək, siklon. Yəni, mərkəzində başlayır nə fəlakət. Siklonun mənası nədir? Fəlakətdir deyilir. Antisiklonda isə əksinədir. Necə? Məsələn, yüksək təzyiq enən mərkəzdə kənarlarda olur nə? Alçaq təzyiq qalxan hava. Düzdürmü? Bəli. Alçaq təzyiq qalxan hava. Şəlakət fəlakətin əksi. Yəni, sakit hava. Belə deyim, küləksiz, sakit hava, belə deyək. Alçaq təzyiq qalxan hava. Alçaq təzyiq qalxan hava. Alçaq təzyiq qalxan hava. Demək, dedik ki, antisiklon necə olur? Mərkəzdən kənara doğru olur. Elə mərkəzdə sakitçilikdir. Kənarda isə olur nə? Fəlakət. Bəli. Yəni, kənarda olur da fəlakət. Ümumi. Mərkəzdə dedik ki, demək, sakitçilik olur. Antisiklonda, siklonda isə mərkəzdə fəlakət. Bir də yadda saxlayırıq demək nəyi? Ümumiyyətlə, fikrim burada olsun. Məsələn, dedik ki, təzyiq sahələrindən əlavədə məsələn, bizdə külək gülü var. Külək gülü nədir? Hakim küləyin istiqamətini müəyyən edir. Külək gülü. Adlanır nə? Külək gülü. Yəni, hakim küləyin istiqamətini müəyyən etmək üçün adlanır nə? Külək gülü. Ümumiyyətlə, külək gülü necə olur? Demək, məsələn, müəyyən bir ay gəlir. Ta ki, yanvar ayı, misal üçün yazıram. Məsələn, yanvar ayı 31-dən düzdürmü? Məsələn, 31 günün ta ki, neçəsi küləksiz keçir. Tutaq ki, 8 gün. Bu 8 mərkəzi yazılır. Yəni, mərkəz olur nə? Şəlakət. Şəlakət, fəlakət nəqsi. Yəni, sakit. Aysal. Tutaq ki, məsələn, 8 gün getdi, oldu 23 gün, düzdürmü? Mən tutaq ki, 23 günün 12 günü şimal-şərqdən əsib. Bax, külək. Şimal-şərq burada da bir yazımda. Bax, bu sərələr çəkirib 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Sonra 12 günü şimal-şərqdən əsib, düzdürmü? Yerdə qalıb neçə günü tutaq ki, 23 idi, 12, 11 gün. Məsələn, 11 gün ikisini şərqdən əsib, düzdürmü? Məsələn, yenə 8 günü şimaldan əsib. 8 gün, 1, 2, 3, 4, 5, 6, 7, 8. Qaldı neçə? Bir günü təki qərbdən əsib, düzdürmü? Deyir, məsələn, sxema əsasən külək istiqamətini müəyyən ki, hardan gəlib, düzdürmü? Bu zaman baxırıq, ən çox xət harda görürük? Şimal-şərq. Aydın. Demək, bu külək nə adlanır bizdə? Şimal-şərq. Bəli, bunu əsasən müəyyən edirlər ki, məsələn, gələn nə idi? Şimal-şərq küləyidir. Bir də bizdə nəyə yadda saxlayır? Ən önəmli faktorlardan biri bunu da deyim. Əla. Bir də məsələn nə var deyirik? Məsələn, küləyin istiqaməti var. Məsələn, belə olanda biz nə deyirik? Bu şimaldır da. Amma məsələn, şimal küləyi deyil, cənub küləyidir. Bax, diqqətli olur. Azimut kimi. Oxu, gələn yerə baxır. Aysel, gələn yerə bax. Cənubdan gəlir bu. Məsələn, bax, bu cənub küləyidir. Cənub küləyi. Qeyd edelim ki, rahat olsun. Sonra məsələn, bax, bu şimal küləyidir. Gəldiyin yerə baxın. Olur nə bu? Məsələn, bu Aysel, şimal küləyidir. Sonra məsələn, bu bizdə olur nə? Bax, bu qərbdir. Qərb küləyi. Aysel, qərb küləyi. Bildə necə alınır? Bax, bu hissədən. Bir də deyirik ki, məsələn, bu hissədə olur nə? Şərqdən. Olur bu da nə? Demək, şərq küləyi. Bəli. Şərq küləyi. Bu da oldu bizə nə? Küləklər dərsi. Təşəkkür edirəm. Çox maraqlı mövzudur. Yaxşı öyrəndim. Qəbulda var. Yəni, alçaq təzyiq qalxan hava. Məsələn, var. Misal üçün, bax, burada məsələn, bir neçə test məsələn. Məsələn, bu hansı sxemidir? Orada şeydir də, kənara doğru. Bu antikliz. Antisiklon. Məsələn, baxırıq ki, nədir burada? Göstərmişdir sxemi. Siklonda mərkəzə doğru idi, antisiklonda kənara doğru. Sonra, məsələn, daimi küləklərə aiddir. Daimi küləklərə hansı aiddir? Bayaq dedik. Daimi küləklər, passat tayf, yox.
Hansılar idi? Qərb küləkləri, Qərb, Passatlar, Passatlar, Cənub-Şərq və Şimal. Cənub şərq, cənub qütbü idi, şimal şərq, şimal. Bir də məsələn külək günü nə idi? Nə üçün tərtib O olunurdu? mərkəzdə ən çox ən az Külək olan- günü hakim küləyin Bəli. istiqamətini müəyyən etmək üçün. Məsələn, bayaq Stukadan danışmışdıq. Stuka ərzində ən aşağı temperatür nə vaxt idi? Səhər 6-da 7-də falan. Ayso, Günəş yəni çıxmasından ayso səhərə yaxın günəş çıxmazdan əvvəl. Sonra. Yəni bax bu şəkildə ümumiyyətlə dərs çətin deyil də. Məsələn bax, məsələn il ərzində istiqaməni iki dəfə dəyişən kütlələr hansılar idi? Onlar, Bax məsələn bu sual. hə, o Passat, Passat daim külək idi, istiqamətini dəyişmirdi. Məsələn, istiqamətini ildə iki dəfə hansı külək dəyişirdi? Yay mussonu, qış mussonlar idi. Məsələn, Stuka ərzində iki dəfə dəyişən Stuka Biriz, brizlər. Bax bu şəkildədir. Yəni belə çətin mövzu deyil.